vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Bugün Yaşamaq Gözəldir olaraq özəl bir tarixdə sizinlə görüşə gəlmişik. Bilirsiniz, 26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür. Bu münasibətlə bütün hərbiçilərimizi təbrik edirik. Allah sizi qorusun deyirik. Və təbii ki, öz işimizə başlayırıq. Bugün bilirsiniz, verilişimizdə Aytən Babaxanova qonaqdır. İnnovativ Endokrin Mərkəzinin rəhbəri, ali dərəcəli endokrinoloq, tibb üzrə fəlsəfə doktoru və təbii ki, müzakirəmiz çox maraqlı olacaq. Artıq doktorumuzun anonsundan hiss etdik ki, nədən danışırıq. Xüsusilə də artıq çəkidən əziyyət çəkənlər, idman edirəm, arıqlaya bilmirəm, pəhriz saxlayıram, arıqlaya bilmirəm, hava ilə, su ilə qidalanıram sanki deyənlər, səbəb nədir? Bunun kökündə hansı tibbi, belə deyək, səbəblər dayanır? Bunları aydınlıq gətirmək üçün təbii ki, doktorumuzla müzakirəmizə başlamaq lazımdır. Müzakirəmizə başlamamışdan öncə isə doktoru daha da yaxından tanımaq lazımdır. Gəlin dosyaya nəzər yetirək, dərhal ardından bərabərliyimiz davam edəcək. Ali dərəcəli endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aytən Babaxanova Azərbaycan Tibb Universitetini bitirib. Almaniyada, Böyük Britaniyada, ABŞ-da təlimlərdə iştirak edib. Elmi məqalələr və tezislər müəllifidir. Bəzi məqalələri İngiltərədə və Rusiyada çap olunub. Avropa Endokrinologiya Cəmiyyətinin üzvüdür. Qalxana bənzər vəzi xəstəliklərinin, şəkərli diabetin, piylənmənin, endokrin sonsuzluğun, böyrəküstü vəzi xəstəliklərinin və müxtəlif metabolik pozulmaların müalicəsi ilə məşğuldur. Hazırda Məlhəm Beynəlxalq Hospitalının İnnovativ Endokrin Mərkəzinin rəhbəridir. Sabahınız xeyir, doktor, Salam, hoş gəlmişsiniz. salam Aysel xanım, necəsiniz? Təşəkkür edirəm, çox sağ olun. Düzdür, siz bizim verilişimizdə illərin doktorusunuz, hər dəfə faydalı məsləhətlərinizi gəlirsiniz deyirsiniz. Mən ilk dəfə sizinlə həm söhbət oluram, çox şad oldum, sizi çox yaxşı tanıyıram, izləyirəm. Tək mən izləməklə kifayət etmir. Mən izləyicilərimizə də vurğulayım ki, bir neçə dəqiqədən sonra doktorun təbii ki, səhifəsi, sosial şəbəkə səhifəsində biz ekranda təqdim edəcəyik. İzləmək lazımdır, valla. Gedəcəyimiz doktoru daha yaxından tanımaq üçün, onun işlərinə bələd olmaq üçün izləmək çox yaxşı haldır əslində. Bugün mövzumuz çox maraqlıdır. Artıq çəki alanlar, pəhriz saxlayıb arıqlaya bilməyənlər, arıqlama dərmanlarından belə deyək də düzgün şəkildə istifadə etməyənlər, ümumiyyətlə bu dərmanlardan, bu çaylardan istifadə etmək doğrudurmu? Hətta indi iynələr də var, arıqlamaq üçün istifadə edirlər. Hər biri haqqında danışacağıq. Mən bilmək istəyirəm ki, bax, nədir bunun tibbi səbəbi ki, bu insanlar arıqlaya bilmirlər? Bəli. Çox aktual bir mövzudur və çox maraqlıdır ki, yay ərəfəsi başlayandan təbii ki, bu aktuallığını daha artırır. Niyə görə? Çünki biz üzərimizdə nəysə geyinmirik, çimərlik mövsümü başlayır və təbii ki, bütün insanların, xüsusilə xanımların bədən çəkilərinin normal olması, yəni özləri üçün əsas bir şərtdir. Və təbii ki, belə bir sual ki, biz niyə, bax, belə bir sual verdiniz ki, biz niyə kökəlirik? Əvvəlki bir dövr olsaydır, məsələn, haradasa bir 15-20 il bundan öncə, mənim hafizəmdə idi ki, Aysel xanım, gedirdik bir həkimə, məsələn, deyirdi ki, artıq çəki var və çox bir dolu bir, belə deyək də, endokrinoloq deyirdi ki, məsələn, bizə bir məsləhət verirdi ki, arıqlamaq istəyirsənsə, belə çox üzr istəyirəm, ağzını bağla arıqlayacaqsın. Təbii ki, bu illər keçdi və hal-hazırdakı dövrdə, 2025-ci ildə birinci bilməliyik ki, ümumiyyətlə piylənmə nədir? Baxın, Aysel xanım, dəyərli izləyicilər, piylənmə xroniki, qeyri-infeksion iltihabı xəstəlikdir. Baxın, gördünüzmü? Mən buna xəstəlik dedim. Mən buna demədim ki, siz ağzınızı bağlayın və arıqlayın. Yəni, əgər sizin orqanizminizdə hər hansı bir endokrin problem varsa, siz yeməsəniz belə, hətta inandırım, adi bax, sudur burada. Bu su içib, evə gedib, mən bir gün ərzində belə pasientlərə deyirəm də, gün ərzində kələm yeyib, su içsəm, mən çəkimi artıracam, kökələcəm. Demək, bu bir xəstəlikdir
və onu demək ki, bu sırf qida ilə bağlamaq yalan olardı. Yəni, ancaq xəstəlik olsa da idarə oluna bilinən bir xəstəlikdir. Sizin sahənizdə təbii ki, əgər mən vaxtında bu problemi hiss edib endokrinoloqa müraciət edirəmsə, mən bunu idarə edə bilərəm demək. Baxın, Aysel xanım, ümumiyyətlə belə deyək də, bir dövr gəldi, yəni indi də həmin dövr var. Bir tendensiya oldu ki, məsələn, piyələnməklə məşğul olurdular diyetoloqlar. Yəni, mən ixtisasçı endokrinoloqam. Təbii ki, qidalanma, orqanizmin bütün vəzlər, hormonlar hamısı bizə aiddir və bu ərəfəni götürdülər. Məsələn, diyetoloqlar götürdülər və başladılar bu pasientlərlə məşğul olmağa. Nə oldu? Diyetologiya böyük bir, belə deyim də, bir kifayət qədər maddi resurs tələb edən bir bölgüdür. Və pasientlərimiz təkcə Azərbaycanda yox, xarici ölkələrdə tanınmış diyetoloqlara müraciət elədilər. Və nə oldu? Getdilər, müəyyən bir qismi arıqladı, müəyyən bir qismi arıqlamadı. Amma nə oldu? Özlərin bir sözü ikən, deyir, getdim, məsələn, arıqladım və sonra yenidən qayıtdım. Və sözləri nə olur? Doktor, mən axı bu boyda bu qədər məbləğ bir xərclədim və mənim çəkimim geri qayıtma səbəbi nədir? Bax, əgər siz də, dəyərli izləyicilər, dəyərli aparıcı, bax, belə bir mövzu nəyə görədir? Və siz kifayət qədər pəhrizlər edirsiniz. Çəkiniz düşmür. Marafonlar, indiki bir dəbdir, marafonlara qoşulursunuz. Çəki düşmür. Və yaxud da ki, özünüz evdə edirsiniz, çəki düşmür. Və yaxud da ki, hər hansı bir mənbəyi bilinməyən, mən bilmirəm, arıqlamaq üçün nədən istifadə edirsiniz? Çəki düşə bilər, yenidən qayıda bilər. Bax, bu bir siqnaldır ki, siz artıq endokrinoloqa müraciət eləməlisiniz. Çəkini biz necədir? Siz yaxşı dediniz, mən yəni təzə institut qutarıb işləyən bir həkim deyiləm. Kifayət qədər təcrübəmiz, kifayət qədər potensialımız və illərlə tanıdığımız bir, belə deyək də, pasientlərimiz var və onlar da özləri bilirlər və mənim, belə deyək də, arıqlayan pasientlərim var və mən onlara nə deyirəm? Biz daim nəzarətdə olmalısınız və onlara yolunu göstərir ki, məsələn, 100 kiloqram çəkili bir xanım, məsələn, hal-hazırda 65 kiloqramdır. Biz onu arıqlatmışıq. Bir aya yox, yəni dəyərli izləyicilər, əgər elə bilirsiniz ki, bir ay ərzində 25 kiloqram düşürsə, qəti bu belə deyil və bir ildən sonra çəki düşübdür, yəni bir il ərzində biz ona nail olmuşuq. Məsələn, mən ona demirəm ki, mənə belə bir sual ver ki, doktor, mən artıq həyatımı davam edə bilərəm də, nə istəyirəm, həyatımı davam edim, yiyim. Təbii ki, bu əsla belə deyil. Hətta siz arıqlasanız belə, biz elə etməliyik ki, o çəki yenidən qayıtmasın. Onun da yolları var təbii ki, ümumi bir yol deyil. Məsələn, olur ki, mənə sosial şəbəkədə belə bir sual verir ki, məsləhət verin ki, mən necə arıqlayım, necə, məsələn, belə bir sual verirlər, Aysel xanım, doktor, mən necə arıqlayım? Bax, mən indi cavab verəcəm. Biri var ki, bir pasientlərə cavab verirəm, biri var ki, ümumi belə bir cavab verirəm. Dəyərli izləyicilər, Aysel xanım, piyələnmənin səbəbləri var. Piyələnmənin səbəbi bir deyil. Baxın, indi mən bir sadalayım, görüm hansıdır. Səbəbləri bilək, biz də bilək. Alimentar qidalanma, bu çox bir az qismidir. Yəni, belə deyək də, deyirlər, çox yeyirəm, kökəlirəm. O, inandırım, çox bir az qismidir. Bu bir. İkincisi, bizim başda belə bir vəzimiz var, hipofiz vəzisi və o, orqanizmdə bütün vəzləri idarə edir. Və onun, belə deyək də, bütün hormonları, bütün orqanizmin nə endokrin vəzi varsa, ona təsir edən bir vəzidir. O, normal işləyirsə, onun hormonları normaldırsa, çəki normal olacaqdır. Və yaxud da ki, siz eşitmiş olarsınız da, yəni piyələnməklə yanaşı hipofizar kaktiv deyilən bir şey var. Anoreksik pasientlər, görmüşsünüz də, ani olaraq çəkiləri düşür. Yəni, o da bir xəstəlikdir, o yüngül bir şey deyil. Yəni, onun problemi varsa, bu bir. İkincisi, düşürük aşağı. Hipofizlə bağlı qalxana bənzər vəzi. Qalxana bənzər vəzi ilə bağlı bütün problemlər. Yalnız zəhərli zobdan başqa zəhərli zob arıqlama verir. Haşimotodur, tənbəl zobdur və digər zobların növü. İkinci budur. Üçüncüsü gəlir böyrəyin üzərində yerləşən böyrəküstü vəzi. Böyrəküstü vəzi ilə bağlı olan xəstəliklər var. Belə bir xəstəlik var, Itsenko-Cushing. Nə deməkdir? Necə olurlar bu pasientlər? Üzləri yumrudur, belə deyim, boyunları pi qatı artıqdır. Abdominal hissə, belə deyək, qarın bölgəsi abdominal hissə, amma əllər, ayaqlar arıqdır. Və baxırlar ki, dərinin üzərində belə bir çatlar,
striya deyilik. Və yaxud da ki, insulin dirənci deyilən bir sindromdurmu, xəstəlikdirmi? Mən indi biraz fikirlər müxtəlifdir bu haqda. Qismət olar, bu haqda da bir verilişimizdə danışarıq, Allah qoysa, insulin dirənci olan pasiyentlər. Məsələn, əgər pasiyent deyir, doktor, mən yeyirəm, doya bilmirəm. Mən görürəm, yemişəm, amma yarım saat sonra yenidən yemək istəyirəm. Və yaxud da ki, deyir, yeməsən başlayıram əsməyə. Görürsünüzmü? Yeməyən kimi, bu artıq bir siqnaldır. Dərhalı deyirlər, qanda şəkərim düşüb, hiss edirəm. Bəli. Məsələn, o problemlər olan halda siz ümumiyyətlə arıqlaya bilmərsiniz. Yenə də deyirəm, qoşulduz marafon çox dəbdə olan bir şeydir. Yəni, hər bir dövrün öz dəbimi deyim, trendimi deyim, belə bir şeylər mövcuddur. Yəni, o problemlər və yaxud da ki, bütün xanımlarda olan yumurtalıqla bağlı, yumurtalıq özü də endokrin bir vəzdir. Menstrual sikl yoxdur, menstrual sikl azdır. O problem varsa, təbii ki, şişkinlik, ödem, çəkinin düşməsi və s. verə bilər. Və ilaxır, təsəvvür edin, mən sizə bunun bir qismini dedim. Orqanizmdə olan elementlər var. Onu nəysə vitamin deyirik, amma biz ona vitamin demirik. Məsələn, vitamin B, sink, D, kalsi, xromdur. Bunların əksikliyi də çəkinin, belə deyək də, çəkinin qalxmasına səbəb ola bilər. Bəli. Görün biz, baxın, 10 dənə səbəb var. Hələ bir 7-8-ini səhv etmirəmsə mən dedim. Bəlkə də hesablasa bir 12 dənə səbəb var. İndi mənə belə bir sual verəndə ki, doktor, mən necə arıqlayım? Mən axı bilmirəm sizin qalxanvarı vəzninizdə problem var. Mən bilmirəm sizin element əksikliyinizdə səbəb var. Düzdürmü? Bəli. Hər bir pasiyenta individual yanaşılmalıdır. Bəli, konsultasiya, düzgün diaqnoz önəm kəsb edir, hər zaman deyirik. Biz hər zaman deyirik ki, biz efirdə nömrələri təqdim edirik əziz izləyicilərimiz. Ancaq bu o demək deyil ki, siz zəng vurub o nömrə vasitəsilə müayinə olunasınız. Telefonla müayinə olunmur, telefonla dərman istənilmir doktordan. Sadəcə o qeydiyyatdan keçmək üçündür ki, mən elə qeydiyyat demişkən nömrəni də xatırladım. Ekranda da görürsünüz. 055-217-57-77. 724 doktorun nömrəsi aktivdir. Nə üçün? Qeydiyyat üçün. Zəng vurun, qeydiyyatdan keçin. Çünki uzaq yoldan gələn pasiyentlər olur, bölgələrimizdən gələn. Gəlib, yəni görəcəksiniz ki, çoxdur pasiyent, doktor vaxt çatdırıb sizi qəbul edə bilmir, məyus olacaqsınız. Bax, bu proseslər olmasın deyə vaxtında qeydiyyatdan keçin ki, doktor da sizə individual yanaşa bilsin, tam olaraq vaxt ayıra bilsin ki, problemi nə olduğunu tapmaq lazımdır. Doktor, son dövrlərdə bax, artıq çəki deyirik, arıqlama dərmanları da dəb halına gəlir. Bax, mən istəyirəm biraz bu dərmanlardan və iynələrdən danışaq. Ümumiyyətlə, məsləhətdirmi? Yəni, diqqət çərçivəsində, nəzarət çərçivəsində istifadə etmək olarmı? Çünki bu dərmanlar, təəssüflər olsun, bəzi əczaçılarda reseptlə satılır, bəzilərində heç reseptsiz də satılır. Əczaçılar yəni edirlər də bunu, gəlin etiraf edək. Bəli. Tamamilə doğru deyirsiniz ki, baxın, bəli, xarici ölkələrdə müəyyən dərman qrupları var ki, onları bəli, xüsusi reseptlə satılır. Bizdə yalnız psixotrop, belə deyək də, sinir sistemi təsir edən dərmanların bəziləri nəzarətdədir və tamamilə sizlə razıyam ki, 90% satılan dərmanların, yəni hələlik, yəni vaxt gələr təbii ki, reseptlə satılacaqdır, hələlik belə satılır və ona görə belə bir şey var da, təbii ki, bütün bu dərmanların müsbət tərəfləri ilə yanaşı əlavə təsirləri var. İndi birinci, hansı dərmanı qoyuruq, hansı dərmanı qoymuruq. Təbii ki, burada mən dərman adı çəkə bilmərəm, bu düzgün bir şey deyil. Çünki mənim buradan dediyim dərman sizə bir ziyan ola bilər, sizə bir risk ola bilər. Ümumiyyətlə, dərman haqqında dəyərli izləyicilər heç vaxt sosial şəbəkə ilə soruşmayın. Bəzən olur ki, mən heç vaxt demirəm. Və mən dərman haqqında heç nə demirəm və mənə orada yazırlar ki, doktor, siz yekəxanasınız, indi olan bir şeyi deyək. Yəni, bilsizmi necə? Mən istərdim ki, düzgün danışaq, dürüst olaq. Dəyərli izləyicilər, dəyərli insanlar, mənim sizə dərman yazmamağın səbəbi mənim hər hansı bir özümdən razılığım əlaməti getmir. Sadəcə, mən o dərmanı yazmamaqla sizi qoruyuram. Çünki niyə? Bəzən mən sosial şəbəkələrdə, müəyyən bir sosial şəbəkələrdə görmüşəm ki, müəyyən qrup həkimlər var ki, məsələn, yazır ki, şəkər dərmanı. Bax, bu dərmanlar, bu, görmüşəm onu, yəni ki, və o dərmanların içində bir dərmanı gördüm. O qədər bir ağır dərmandır. Onu hər hansı bir pasiyent gedib alsa,
mən sizə inandırım, hipoglikemiya, yəni şəkərin kəskin düşməsi ilə xəstəxanaya koma ilə daxil ola bilər. Mən onu görmüşəm, ona görə istəyirəm bu haqda demək. Birincisi, amma ümumi deyə bilərik necə dərmanlar var. Ümumiyyətlə, dərmanlar iki cürdür. Dünyada da, Azərbaycanda da tablet halında olan dərmanlar və iynə halında olan dərmanlar. Bax, əgər siz getmişsinizsə, məsələn, sosial şəbəkədə hər hansı bir çaylardır, kofelərdir, belə bir dərman arıqlamaq üçün yoxdur. Yəni, belə deyək də, dünyada təsdiq olunmuş təbabət var. Ümumdünya Səhiyyə Təşkilatı, yəni bizim Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş dərmanlar var. Biz onu təklif edə bilərik və onu deyə bilərik. Yəni, heç bir çay, heç bir kofe o siyahıda yoxdur. Mən bir dənə onu deyə bilərəm. Yəni, yəqin izləyicilərimiz onu bildilər mən hansını nəzərdə tuturam. Bu bizim izləyiciyə çatdırdığımız sətiraltı bir mesajdır. Bəli, bəli. Hiss edib, bu mesajı əməl etmək artıq sizdən asılıdır. Bəli. Bunu dəfələrlə deyirlər, ancaq bir şey var da, insan əgər bir qutunun üstünə yazılır ki, bundan istifadə etmək sənin üçün zərərlidir, onu götürüb biz istifadə ediriksə, kimdir günahkar? Burada heç bir həkimi, heç bir klinikanı, heç bir müayinəni günahkar bilmək olmaz. Burada səhv özümüzdədir. Tamamilə doğrudur. Bax, gördünüzmü, çay, kofe yoxdur. O siyahıda yoxdur və biz həkim olaraq təbii ki, heç vaxt elə bir, bilirəm onlar nədir. Amma onlar, belə deyək də, ləğv olunmuş, qəbul olunmamış siyahıdadır. Onları qoyuruq bir qırağa. İki cür, dediyimiz kimi, tablet və iynələr var. Tablet iki növü var onun Azərbaycanda. Bax, görürsünüzmü, Azərbaycanda adlar çəkilmir, amma iki növü var. Biri Avropa, Amerikada qəbul olunmayan, lakin post-sovet ölkələrində qəbul olunmuş preparatdır. Pis preparat deyil, amma yenə də onun müsbət və mənfi tərəfləri var. Təbii ki, o həkimlə konsultasiyadan dəyərlənməlidir. Və tablet halında olan biri də var, o da necədir? Onun xüsusiyyəti məhz bədəndə yağların ərinməsində iştirak edir. Bu bir başqadır. Və iynələr. Bizim vaxtımız varmı bizim iynələr haqqında demək? 4 dəqiqəmiz var, danışa bilərik. İynələrimizin iki növü var. Həftədə bir dəfə vurulan iynələr və gündəlik vurulan iynələr. O iynələr qəbul olunubdur, dünyada istifadə olunubdur, lakin sizin qonşunuz istifadə etdi, mən də gedim o iynədən alınım, yasaqdır. O sizə çox, kiməsə, məsələn, qonşu Leyla xanıma, qonşu Nəcibə xalaya təsir etdisə, bu demək deyil ki, sizə təsir edəcəkdir. Onların da müsbət və mənfi tərəfləri var. Onları efirdə yox, onları məhz individual görüşüb və onlar haqqında hər bir pasiyentə individual deyilməlidir. Amma qəbul olunubdur. Yəni, onlar deyim ki, yasaqlı yalan deyərəm. Əgər sizə həkiminiz, həkimdən söhbət gedir, yəni ki, qonşu yox, yəni hər hansı bir Nəcibə xala yox, əgər həkiminiz təyin edibsə, qəbul olunubdur. Sadəcə bir şey bilək ki, həkiminizlə mütləq kontakt olmalıdır. Həkiminiz onun dozasını düzgün titirlənməlidir və həkiminizlə kontakt olmalıdır. Əgər yazdı, getdisə, belə deyək də, əlaqə etirilsə, demək siz düzgün yolda deyilsiniz. Məsuliyyətsiz yanaşırlar. Bəli. Doktor, təşəkkürümü bildirirəm. Çox sağ olun. Ümid edirəm ki, sizin bu efir vasitəsilə hər bir pasiyent deyək də, artıq izləyici deməyim mən, çatdırdığınız bu mesajın nə qədər önəmli olduğunun fərqində olacaq bizim izləyicilərimiz. Son olaraq, necə qidalansınlar, sağlam qidalansınlar, xüsusən də yay mövsümünə artıq keçid dövrüdür də. Bəli. Bilirsinizmi, mənim belə bir həmişə məsləhətim var. Biz necə qidalanaq, qısa deyim. Biz qidalanmalıyıq, bizim ulu babalarımız necə qidalanıbdır elə. Yəni, quzu əti, quyruqdur. İndi məni topaş ateşinə heç kəs tutmasın, nehrə yağı. Təbii qidalar. Tamamilə doğrudur. Təbii, tamamilə doğrudur. Və o deyilən ki, əti pişirəndə yağını çıxar, boş bir şeymiş. Onun heç bir mənası yoxdur. Və o sözümün arxasındayım, cür qidalanmaya keçək. Çox sağ olun, təşəkkürümü bildirirəm. Bir daha vurğulayıram. Bugün Yaşamaq Gözəldir verilişində İnnovativ Endokrin Mərkəzinin rəhbəri, ali dərəcəli endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Aytən Babaxanova qonağımız idi. Çox maraqlı
söhbətimiz oldu. Əgər qaçıranlar oldusa təəssüflənməyin, çünki gün ərzində ARB-nin rəsmi YouTube səhifəsində verilişimizi paylaşacağıq. Diqqətlə izləyə bilərsiniz. Sosial şəbəkələrdə doktor özü də paylaşım edir. Mən də elə Aytən Babaxanova səhifəsinə daxil olaraq izləyə bilərsiniz və əlaqə nömrəsini nəzərinizə çatdırıram. 055 217 57 77 nömrəsi 724 qeydiyyat üçün. Unutmayın, yalnız və yalnız qeydiyyat üçün aktivdir. Doktoruma təşəkkürlər. Çox sağ olun. Növbəti efirlərdə bir daha görüşmək ümidi ilə. Bir təşəkkürüm də təbii ki, geyinmə görədir, əziz izləyicilərimiz. Düzdür, bugün verilişimiz 2 hissəlidir. Verilişimizin növbəti hissəsində mövzumuz davam edəcək. Ancaq mən geyinmə görə təşəkkürümü bildirməliyəm. Mimi Butik 13-ə. Çox sağ olun, Rauf bəy, təşəkkür edirəm. Bu geyimi xüsusilə çox bəyəndim. Düşünürəm ki, xanımlarımızın da qardırobunda sevimli geyimlərindən biri olacaq. Və təbii ki, bizim birinci hissəmizdə müzakirəmiz artıq yekunlaşır. Doktorumuzla birlikdə izləyicilərimizlə sağollaşıb bərabərliyimizi davam etdirəcək qısa fasilədən sonra. Fasilədən sonra hansı mövzunun müzakirəsi olacaq bilmək istəyirsinizsə, təbii ki, ARB-ni izləyin.